Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, riyaziyyatla maraqlanan hər bir kəs. Bugün belə bir təlliyə baxacağıq. 4-ün üstü x çıxaq 4x bərabərdir 0. Həlli. Tənlik transigen şəkilli tənlikdir. Ona görə tənliyin sol tərəfi üstülü funksiya və xətti funksiyadan ibarətdir. Yəni, tənlik yazıram olduğu kimi 4 üstü x çıxaq 4x bərabərdir 0 və bu ekvivalentdir 4-ün üstü x bərabərdir 4x-ə. Əvvəlcə əyanilik, sadəlik naminə mən bunu yazıram. Y bərabərdir 4 üstü x və y bərabərdir 4x funksiyaları kimi baxıb, Düzcalı Dekart koordinat sistemində daha yaxşı görmək üçün onu göstərək, sonra tənliyimizi həll edirik. Olacaq belə x, o, y. Y bərabər 4 üstü x. A böyükdür 1 olanda a üstü x funksiyası ordinat oxunu 1-dən keçir və böyükdür 0. Bu şəkildə artan funksiyadır. Y bərabər 4x düz mütənasiblik xətti funksiyadır və o da koordinat başlanğıcından keçir. Bu oldu y bərabərdir 4x. Bu birisi isə y bərabərdir 4-ün üstü x. Aha. Və bu iki nöqtədə kəsişdi. Deməli, buradan çıxır ki, verilən tənliyin iki həlli olmalıdır. İndi mən artıq verilən tənliyin iki kökü olduğunu bilib, cəbri üsulla bunu necə eləmək olar? Gəl baxaq. Verilən tənlik, yazdıq bunu. Deməli, aldıq ki, 4 üstü x bərabərdir 4x şəklində yazırıq. Hər iki tərəfi 1 bölək x dərəcədən qüvvətə yüksəldək. Onda buradan çıxacaq ki, 4-ün üstü x üstü 1 bölək x bərabərdir 4x-in üstü 1 bölək x. Və buradan çıxır, tapırıq ki, qüvvəti qüvvətə yüksəldəndə üstlər vurulur. Onda buradan aldıq ki, 4x-in üstü 1 bölək x bərabər o, burada 4 qaldı. X ilə ixtisar oldu, bərabərdir 4. Və yenidən aldığımız bu bərabərliyi hər iki tərəfini 4də 1 dərəcədən qüvvətə yüksəldək. Alırıq bu şəkildə. 4x-in üstü 1 bölək 4x bərabərdir 4-ün üstü 4də 1. Belə bir bərabərlik tapdıq. Və burada çıxır 4x-in üstü 1 bölək 4x. 4-ün üstü 1 bölək 4. Deməli, göründüyü kimi 4x burada bərabərdir. Bir halda 4 aldıq. Və ikinci hal nə ola bilər? İkinci halı araşdıracağım aşağıda. Buradan aldım ki, x1 bərabərdir 1. Deməli, tənliyin köklərindən biri 1-ə bərabərdir. İkinci kök, belə deyək, ağla gəlməz, gözə görünməyən bir vəziyyətdədir. Necə? Bax, bu tənliyi yazıram. 4x-in üstü 1 bölək 4x, 4'ü 2'nin kvadratı yazanda sağ tərəfdə. 2'nin kvadratı vuraq 4'də 1. Buradan da aldıq ki, 4x'in üstü 1 bölək 4x bərabərdir. 2 ilə 4 ixtisar oldu. 2'nin üstü 2'də 1. Artıq yenə də simmetrikliyə görə baxın. 4x'in üstü 1 bölək 4x, 2'nin üstü 2'də 1. Deməli, burada da 4x 2'yə bərabər olacaq. Buradan da çıxır ki,
4x bərabərdir 2-yə, x 2 bərabərdir 2-də 1 alırıq. Deməli, biz yəni gördük ki, tənliyin köklərindən biri 1 alındı, biri də 2-də 1 alındı. Verilən tənlik Harvard Universitetində 2026-cı ildə düşmüş tənlikdir və tənliyin 2 kökü var. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.